Bismillah və salatu və selamu alə Rasulillah, əmmə bə'd. 6-cı fəslin sualları. Təhrif nəyə deyilir? Növləri hansılardır? Bir də inkar nəyə deyilir? Növləri hansılardır? 7-ci fəsil keyfiyyət və təmsil barəsindədir. Keyfiyyət Allah Subhanahu taalanın sifətlərinin keyfiyyətini zikr etməkdir. Necəliyini və həqiqətini, mahiyyətini zikr etməkdir. O barədə danışmaqdır. Elə ki, bir nəfər deyir ki, Allahın dünya səmasına enməsi belədir və yaxud elədir. Oxşatmaq, təmsil, yəni iki yerə bölünür. Biri təmsildir, biri təşbihdir. Təmsilin mənası Allah Subhanahu taalaya məxsus olan şeylərdə ona misil isbat etməkdir. Və bu da bütün sifətlərdən oxşatmaq, yəni Allahın bütün sifətlərindən oxşatmaqdır. Təşbih isə təmsilin əksinə əksər sifətlərdən oxşatmağa deyilir. Əhl-i-Sünnə və Cəmaa sifətləri isbat edirlər və sifətlərin mənalarını həqiqi olaraq isbat edirlər və keyfiyyəti isə Allaha həvalə edirlər. Yəni, keyfiyyət vermirik, o demək deyil ki, Allah Subhanahu taalanın sifətlərinin keyfiyyəti yoxdur, xeyr. Yəni, Allah Subhanahu taalanın keyfiyyəti barəsində elm bizə verilməyib, onun elmi Allah qatındadır. Allah Subhanahu taala bizi faydalanlardan etsin. Esselamu Aleyküm və Rahmetullahi və Barakatuhu. İxlasla.com saytı tərəfindən təqdim olundu.